Oo, Tural bəy, çıxa bildiniz hamamdan axırda, çıxa bildiniz. Təbrik edirəm sizi. Düz 45 dəqiqədir sən hamamda çimirsən. 45 dəqiqə. 45 dəqiqədir gidrafır özünü Məzələm lezbalayır orada. Dolayısıyla mən özüm 1 saat yarıma çıxıram hamamdan, yəni ağzına pis bir şeylər gəlməsin. Yəni girirsən hamama, yəni çimmək vaxtıdır. Nəsə duşa girəm, amma yadına düşür ki, görün bir dənə bildiriş var, görün Facebookda, TikTokda, görün nəsə var mı? O üçün söykənirsən hamamın divarına. 40 dəqiqə keçdi, 50 dəqiqə keçdi. Birdən qapını döyürlər, məsələn, anada kimdirsə qapını döyür. Bala, çıx da otaqdan, çıx da hamamdan. Deyirəm, ana 5 dəqiqə qutarıram, öyrə çıxıram, hələ duşa girməyibsən. Suyu da bağlamamısan 45 dəqiqə. Nə olub ki? Ayata tərləmişdim, ona görə çinmişəm. Tərləmişdim. Nəsə bir gərgin bir münaqişə baş verir. Bir gərgin bir münaqişənin içərisindən çıxmısan. Tər aparmışdı səni. Səhər imsaka yaxın da çimirdin. Nə məsələdir bu? Günahlarını yuyursan, sən nə edirsən? Estağfurullah. Afrikada cəmaət sənə görə qırılır susundan. Allah, bilirəm də sən. Allah sizi Sən gözləsin. hamamda sən başqa işlərlə məşğulsan. Sən çimirdin orada. Hey, biyof.